Hər kəsin hər vaxt xeyir olsun dostlar. Gözəl bir gün damımızı salamlayıram dostlar. Şükür olsun bu günə. Dostlar, hardayam? Bir dənə bilsəz hardayam dostlar. Açın bu dəqiqə xəritəni məndən danışa. Aç xəritəni, aç. Həqiqi sözümdə aç xəritəni. Avropanın ən üstünə get, Hollandiyaya. Və Hollandiyanın dəniz tərəfə, Londona get. Naşükür düşdü. Güləndə qulağımdan çıxır. Hə. Qallandiyadan Londonu tap, bir dənə İngiltərəni. Düz Londonun qırağındayam. Yəni belə baxıram, belə binokullə London görsənir. Rotterdamdan yuxarı dünya məhkəməsi olan Den Haag olan ölkə, şəhər. Haag şəhərinin tam yuxarısı. Düz okeanın qırağındayam. Okeanın suyu bax burada axır. Bax, burada körpüdür. İndi kameranı quraşdıracağam, görəcəksiniz. Körpünün elə bir, körpü məndən bir 20 metr altından keçəcəm, 20 metrdən sonra. Körpünün 10 metr solu okeanın suyudur, axır. Gəlib çıxmışam dünyanın ömrü başına. Bura haradır, hara gəlmişik ya biz. O gün dostlar. Əməlli başlı kadr. Gecə Qallandiyanı gəldim. Boya-boy sürdüm Qallandiyanı. Taxografım rovna 10 dəqiqə Malatokda işləmişdim. Yəni qeyri-iş saatı olub. Sürüş yox, qeyri-iş saatı işləmişəm. Qalmışdı 4 saat 20 dəqiqəm. Rovna 4 saat 18 dəqiqə Qallandiyanı boya-boy sürdüm Almaniya sərhədindən. Gəldim, çatdım dostlar adresə. Taxografım doldu. Və indi gedirəm qoşqumuzu götürməyə dostlar. Öncəki videolarda baxdığınız kimi qoşqumuz Meg olacaq. Yəni öncəki videolarda maşınımızı görmüşdünüz, bu maşınımızı Megadır. Ton 400 bakla Scania 2016-cı il Euro 6 yeni nəsil modeldir. Və bunun arxasında Mega Rev götürməyə gedirəm dostlar. Mega Rev yəni 285 için hündürlüyüdür. Eni də 247 içindən. O şimdi dostlar, bax beləsindən gedək qoşqumuzun dalınca görə başımıza nə gələcək. Bilməyənlərə deyim dostlar, kiminsə əgər xəyalında Avropaya gəlməyi varsa, Polşadır, Almaniyadır, digər ölkələrdir, indi İsveçi falan demirəm, unudun. Qallandiya tamam başqa bir yerdir. Qallandiya çox gözəl bir yerdir dostlar, çox təmiz bir yerdir. Hədsiz dərəcədə insanlar burada çox mutludurlar, belə deyim. Hər dəfə mən bu ölkəyə gələndə düşünürəm ki, kaş yanımda çox yox, bir 10 dənə yaxşı izləyicim olardı. Bu videonu izləyənlərdən biriləri. Mənim gördüyüm bu gözəlliyi, göz megapikselimin ötürdüyü, kamera megapikselinin ötürmədiyi gözəlliyi görərdilər. Hər dəfə. Deyilənə görə ürəyimizin genişliyi bizdədir. Aparatımız da düşdü avtopasız. Maşınımızı tərpənə bilərik. Taxografımızı qoyaq. Günümüzü açaq. Hollandiya, place. Very begin place. Niderlands. Niderlands. Ölkəni açdıq dostlar. Malatok. Malatokda da bir dəqiqə işləsin ki, birdən qayza çaxlasa görsün ki, yəni mən qeyri-iş vaxtında çıxıb maşın başına fırlanmışam. Güya. Amma mən izləyicilərimizlə danışıram. Yatdım, durdum. Gözəl yatdım gecə dostlar. Belə adı boyda yəni. Çox yol gəlmişəm dostlar. Polşadan Azərbaycana gedən yolun yarısını gəlmişəm. Deyim sizə biraz. 2500. Və bu yol həyatdala qayıdıb və oradan Azərbaycana gəlməliyim. Toplamda bir 15 min yol atacam evə qədər. Salamatlıq olsun inşallah dostlar. Turumuza başlayaq, turumuza start verək. Çox maraqlı olacaq. Hiss edirəm, çox maraqlı olacaq dostlar. Haydi getdik. Kofelərimizi yanınıza qoyun, çaylarımızı yanınıza qoyun. Maraqlı turumuza start verək. Ya Allah. Şöyle dostlar, çıxabilirim.
Konkret okeanın dibi deyir dostlar. Znaklar çünki mənə baxmır, ona görə getmədim oram. Dedim birdən protein olar. Konkret okeanın dibi də. Yox, elə getmədim. Bilmədim, düz gedirəm, səhv gedirəm. Mən zavoda dirənərəm ya. Yola çıxmağa yeri var burada. Şlaqman zad olar birdən. Sağımız Trastya əslində. Gözəl yerdir də bu Qalanjada. Hamı mənə baxır. Burada çünki pritsepsiz gedirəm. Burada da ancaq reflərdir də. Gül üretim yerləridir. On dəqiqəlik məsafədədir qoşqumuz dostlar. Gedib elə qoşqunu pulun verməliyəm. Daha doğrusu verilib, köçürməklə beh verilib, nəyə verilməsi belə bir şey. Bəlkə sollayaq bu trampolinə, Azərbaycan sayağı, nə deyirsiniz dostlar? Gedər, gedər. Arvadı ilə maşın sürür, bax dostlar. Arvadla otuzdurub yanına reysə gelir. Burada tent görə bilməzsiniz. Hamısı refdir. Hamısı refdir burada. Burada hamısı refdir dostlar. Çünki bura nə var? Okeanın suyu deyib önümüzdə. Bunların arxa təkərləri dönəndir. Tesla'ya qoyacaqdır. Buradan biz sola getməliyik. Oy xala! Xala vurub atacaqdır əlcil kimi, bütün səni balaca su şeyi. Nə sürürsən sən, Suzu kimi. Açacaqdır xala, yaxşı qutardı. Bir dənə o evə baxın dostlar. Bir dənə onun yaraşığına baxın. Bəh. Sadə bir şeydir, prosta biz eləyə bilmirik. Bizdə nə danışsan, bizdə həyət evi dediyin 15 otaq, 16 otaq. Normal mansardda özləri üçün yaşayırlar da. Ey həyat sən nə qəribəsən. Dıqıdıqıdıqıdıqıdıqıdın. Buradan da sağa. Bilmirəm, kamera sizə yaxşı ötürmür dostlar. Bir onu orada saxlamışam. Pis olsa, maşın dayandı da, maşın. Girdiyək də. Qaddan, Scania S500 qabağımızda arxa təkər dönən refləndir. O pritsep görürsünüz, təkər dönür. Pavorotlara yaxşı girsin. Çünki Hollandiyanın pavorotları, krugları çox dardır. Elə olan təqdirdə o pavorota yaxşı girsin deyə arxa oxu dönən olur bunlarda çox vaxt. Sırf o, okeanın suyudur bu. Demə bura gəlib çıxıb. Arx kimi, hər yer burada sudur, hər yer. Macanca.
Ay Hollandiya, Hollandiya. Ay Hollandiya, Hollandiya. Refə bax, qoydu üstünə. Mən tək kəllə ilə 70-dən çox sürmürəm. Burada bir tərəfli yoldur. Ref uçluyur. Vəbşə Hollandiya maşınları ən yığdırılmış maşınlar olur Avropada. Tırlardan söhbət gedir. Normalni yığırlar dostlar. Burada solubdadır. Nə yazıb? Goldenhof, Honderland. Honderland şeydir, limandır, yox. İngiltərədən gələn, Amerika gəmiləri canın qəbul edən liman. Ay, buna bax ha. Kruqa buradan girən, kruqu geniş fırlanır. Oradan girən kruqun ortasına girir. Söhbətlər var. Biz girib kruqa sol itələyəcəyik o tərəfə inşallah. Yaxşıdır, yenə dairəyə svetofor qoymaqları lap qəşəngdir. Çünki bu patok çox böyükdür burada. Kimi buraxıb, kimi buraxmamaq məsələsi var. Bu peşoxod körpüsüdür dostlar, fikir verirsiniz. İnsanlar kruq atmasınlar deyə belə bir körpüdür, belə. Belə edə bilirsən, belə də. Adamlar rahatsızlığa görə hər şeyi fikirləşiblər. İndi bəziləri bu videoya baxanda deyəcək Hollandiya nədir, Transgeynerlər, nə bilim nə. Dostlar, bizim onlarla nə işimiz var ki? Onlarla bizim nə işimiz var? Ölkə onlar demək deyil. Mənlər girdim, yol pulunu ala bilmirdim burada. Nə qədər zapravkaya girdim, dedilər biz bilmirik. Bunlar da ingiliscə qəşəng danışırlar, axı İngiltərə böyrlərindədir. Dedi biz bilmirik. Dedim, amma nətər yəni, mən yol pulunu nətər alım? O vaxt mənim yadımda gələrək zapravkalarını aldım. Girdim internetə, 4 dənə zapravka dayanandan sonra. Axır bir dənə Holland tutdum, dedim, qardaş, bu deyilən nə bu? Deyir, valla biz almırıq, bizdə aparatdır da. Girdim internetə. İnternetə girdim, qurtaladım, tapdım. Bunların yol pulsunu. 12 euro ödədim, 2 oxa aldım. İndi mən prinsipi bağlayanda gərək təzdən alım yol pulunu. Çünki mən 2 oxa almışam, 5 oxa almalıyam. Bəlkə 2 oxla da basım gedim. Yeni əlləri mənə saxlayarlar görəsən. Və o vaxtları mən burada şey almırdım. Yol pulu zad almırdım, təliyirdim. Almırdım yol pulu zad o vaxtları. Biz bu kruqu düz keçməliydik. Zaten çatmışıq, 3 kilometr yarımımız qalıb. Kafa kamerası da keçəcəm dostlar. Bunu bir dənə qoşqun bağlayaq. Motor hələ qızmaq nədir? 1 milli də tərpənməyib. Dostlar, parkovkalarda dayananda da düz zapravkanın ağzında saxlayıram maşını. Yanacağımı fırlatmasınlar. Bu dəqiqə Avropada vəziyyət acınacaqlıdır. Kasıblar lap kasıblayıb. Grupirovkalıq eləyib, gəlirlər, oğurluq eləyirlər. Yanacaq da burada 2 evrodur. 1.98 də ən ucuz yerdə. Məsələn, 3 manat 60 qəpiyə 1 litr dizel satırlar. Və ona görə məndə də haradasa yox, bir dəqiqə bir 500-600 litr yanacaq var burada, bəlkə də çox. Məsələn, 1500 euroluq yanacağım var da bunların sayımı ilə. Ona görə
zap kəllənənəm deyə prinsipsizəm. Soxuram ancaq işıqlı kameralı yerdə saxlayıram. Səs eşidən kimdə şıp sırazı oyanıram. Yanıma da bir dənə şey qoymuşam. Oyanmayan oldu, açdım qapını, düşdüm. Ya məni vuracaqlar, ya mən vuracaq. Bu iş belədir dostlar Avropada. Biraz şey olmaq lazımdır da. Scania bax. Yəni biraz onlar qədər ən az dəli olmalısan ki, biz buradan sağa gedirik. Ki elə bir situasiya ilə rastlaşıb eləsən, altından rahatsızlıqdan çıxa bilirsən. Uni, Uit bunlarda şeydir də, Ausfahrt deməkdir, Alman Ausfahrt, avtoban çıxışı. Buradan da yox sağa. Yayda buralar çox gözəl olur dostlar. Amsterdamı Utrecht zadı bastım keçdim gecə. Hamısını. Bir dənə köpək oğlu şəhər bırax. Oğlum üstümü tutdu. Evdə profil gəlir. Ne oldu? Bir dənə şəhər bıraxmadım. Hamısını bastım. O, bu nədir axı belə? Hamısını tranzit. Süper yerdir də. Çox bahalı dostlar. Bir dənə çörək 6 evrodur burada. Sigaret 15 evro. Çox bahalı yerdir. Amma qazanırlar da. Yəni burada maaş almasa bir 6000, 5000 evro pul alırlar. Allah bu. Təriflədiniz ayın çıxdı ha sənin. Tak, buradan da sola gedirik və dostlar. Dayda ilə danışmışam ki, gəlirəm. Gözlə məni orada. Bəklə bəni. Ahmet Kaya demişkən. Yəni dostlar, ailəmizdən uzaq çörək pulu qazanmaq üçün mən getmirəm də, mən 3 aylıq, 5 aylıq getmirəm də. Mən patolog gedirəm, 15 gün, 20 gün işimi görüb qayıdıram. Amma o aylarla yollarda olanlar çatdıq deyəsən 400 metr. Sənaye də elə bir türklərin dilində bura, bax elə bir şeydir. Ancaq alış-veriş, nə bilim, maşına dair şeylər. 21A 200 metr. Bu A etdə də var. Buradır mənim yerim. Bura görsədir. Bir A. Yəqin bunun dalıdır da, buradır. Bura Lekkovo yerdir. Bura olacaq. Deyən qoy təzdən girib baxmıram, gədə mənə danışmışdım. Amma bura mən nətər girim bunun qabağına. Arxadan da gələn yoxdur. Burada da. Aynaya baxırsınız ha, Hollandlar. Cəmaət sizin pasportunuzu, oturumunuzu almaq üçün özünü öldürürsünüz.
trade. Nə tər salmışamsa indi çıxmır. Qardaş, çıx da buradan da. Belə bir yerdir dostlar. Gözləyə qoy gəlsinlər, daş şuraya başımıza nə gələcək dostlar. Haydi, çao. Hə dostlar, qoşqumuzu qoşduq, tərpənək. Dincil nəsə qalxmadı. Niyə qalxmadı bilmirəm. Amma qalxmalıydı normalda. Nəsə parka girib baxaram. Fırlanaq. Bu küçəyə özüm bilə-bilə saldım. Özümü şey eləyim. Yol pulu alım. Dincil amma qalxmamağı heç yaxşı olmadı. Görən deyəcək, mən doluyam. Mən də dolu deyiləm axı. Nəsə, remenimizi ataq. Çıxaq buradan sağa. Solla da gedə bilərik, sağla da. Arayla gedək dostlar. Getdik sağla. Qalanca, gözəl qalanca dostlar. Bu nədir oradan sallanır? Deyən düşün baxım hələ. Bu nədir? Arxanda da maşın. Şeyin rezini çıxıb ya. Rezin nədir çıxıb belə? Hə, buymuş hə. Yox, mənim cəmaatın maşında heç nə şey ola bilməz. Mənim nədəm malıdır ki. Tak, nəysə. Uzun yolculuğumuz başladı dostum. Bəh. Skamyakaya bax ya. Yəni Scania'da dostlar. Tak, bu bizi harayla aparır? Çıxardıq yola. Bu ara yolla prosta görə gedə bilərik. Yoxsa sola gedək. A20'yə çıxaq. Yoxsa delirlə, arayla. Nə bilim vallahi xeyirlisi. Əsas qoşqumuz gəlir. Burada da köhnə maşın görənməzsən də dostlar. Köhnə maşın görənməzsən. Hamısı təptəzə. İdeal maşınlardır. Mercedesler, Scania'lar, nə bilim nələr. Buradan da sağ. Dayandım, yol pulunu aldım. Deməli, kartımın CVC kodunu balaca qardaşıma vermişəm. Ki Azərbaycan nömrəyə kodu gedəndə o açıqdır da, o mənə razı deyilsin. Gecə gündüz olsa yatmır, 18 yaşı var, dünya aləm vecinədir. Qardaş, kod gedib düşənmirəm qardaşıma, açmır telefonu. Telefonu açmır qardaş. Mənə də kod lazımdır ki, verim yol pulumu alım da. Mən yol pulum var idi mənim, sadəcə olaraq elə bir 2 oxa aid idi. Burayla biz getmərik. Bir dəqiqə deyən.
Bəh, kruqa girmək deyirəm sizə. Hər yerdən millimetr. Başımız dəyməz burada. Yox, dəyməz. Tak, deməli, buradan da sağ-sol eləyəcək də biz. Buradan da belə gedirik, furanı da alacaq. Hər yerdən millimetrovka, bir dənə sağ belə. Bu balaca başlı mən narahat sürərəm. Bu mənim idi də, bu bəli. Tak, ladna. Deməli, girdim paduşka ilə də axı önü qabağa. Qaldırdım polunu, girdim altına, bakları açdım. Bakı. Sol tərəf bakı açdım, rezervi. Ki, oradan nasos atsın o birisinə. Amma hələ atmayıb. Maşın xeylam işlədi, hələ atmayıb. O da hər halda atmamaq səbəbi o bir tərəfi açmamağımdır. Qaqaş, gözləsən. Hər şeyimiz dağıldı. Buradan da belə. Pritsepi qoşanmırdım. Sedlanın üstünün yağı yoxdur. Bu da yaxşı elə. Deyirəm, mən indi qiymətini qırmışam da, qoşqun qırmışam. Deyirəm, biraz da qırım, maşın yiyəsinə yığım, sevindirim də. Deyim ki, bəs qırdım da, 500 də qırdım, 100 də qırdım. Hər nə qırsan qənimətdir də. İndi bunlarda 100 euro belə bir şeydir. Azərbaycanda böyük bir puldur axı. Dayla dirəşmişəm, deyirəm, sürücü puludur da, 200 euro çox. Deyirəm, 500 kez, deyirəm, yox. Qalıb qardaşım yığır, deyəm. Alo. 56-94. Müjə mənə tutdular da 2000 euro ştraf da yazdılar da, sağ ol. Telefonu yanında saxla da mənim balam. Bu telefonu sənə mən önəmli şey vermişəm, onun içində pul var. Telefonu da qoysan evdə çıxıb gedirsən. Ya hardasan sən? Nenormalni söhbətdir, babu, nenormalni söhbətdir. Telefonun üstündə saxla da, mən bütün yol pulların alanda sənə kod gedir, balam. O mənə hava su qədər lazımdır o kodlar. Çünki mən onu yol pulsunu almasam, rampadan keçirəm, hər rampa mənim içimə pul qoyur burada. Heç nə, daha aldım, evə dedim, onların kartı ilə götürdüm, attım kartlarına pul. Ladna, davay. Gedəm oğlu, ged. Bəh. Yol gedir, deməli bir tərəfli yoldur da. Daha doğrusu qabaqdan gəlmə ehtimalı böyükdür. Bir-birinizi buraxmaq şərti ilə. Qabağı buraxmalısan, znak verir. Velosiped yolu, fikir verirsiniz. Dünyanın ən çox velosiped yolu olan ölkəsidir bura. Doludur velotrek yolu. Hər yer velotrek yoludur burada. İndi burada biz bir-birimizi buraxmalıyıq. Buraxmalıyıq ki, problem yaranmasın. Gəl əmoğlu, gəl. Sən də sağ ol, sən də sağ ol. Xeyli məmnun, xeyli məmnun. Xo. Tak, bir dənə də buradan sağ eləyək ki, bu elektrik maşınlar keçsinlər. 12 volt da deyə bilmirəm. Bunlar vabjet toklandılar. Burada yəni velosiped sürənlər hədsiz dərəcədə çoxdur dostlar. Bir dənə əraziyə baxın. Kənd deyə, bura kənddir. Yəni bura mərkəz deyil ha. Bura kənddir. Bu velosipedi vırsaq var ha. Nərimizi, nəslimizi dağıdırlar. Tak, ladna. Buradan da düzünə veçin eləyirik. Bəh. Qaqaşın evinə baxın. Bir dənə buna baxın. Bir dənə bu gözəlliyə baxın dostlar. Niyə burada adam yaşlansın? Niyə qocalsın? At var həyətdə, atın üstünə kamera sizə ötürmür də, örtü örtüblər. Niyə insan yaşlansın? Mən də niyə qaza basmayayım ki burada? Yəni dostlar, olaq, çox öz yolu var qaqaş. Qalandiyadır da dostlar, düz okeanın qırağındayıq. Londonun bizim solumuzdadır, yəni o dərəcədə Londona yaxınıq ki, elə bir Bakıdan ələtə qədər. Vışı görsədir bizim sürət həddimizi, çünki 44 gedirik.
Yavaşlayaq burada. Qoy qabaqdan 12 voltlar keçsin. İndi sən gözlə qaqaş. İndi mən keçim. O çeretlə də, yəni biraz sən, biraz mən. İndi mən sən sağ ol deyim, dedim. Sən də sağ ol. Ay, qəşəng. Hə, bu fura ilə də yaman burada rastlaşdıq ha. Hamısı okeanın suyudur dostlar, buralarda da fikir verir. Sağ ol, sağ ol atam. Sağ ol atam. Söz verdiğim kimi dostlar, kafa kamerasına keçdim. Olo. Barcura millimetr koydum ya. Kıza bak. Elim belə qoyub ki, günəşdir. Bir dənə buna bax, bir dənə bu gözəlliyə bax. Suyun içində yaşayırlar ki. Bunlara bax, bir dənə səni. İnsan niyə yaşlansın ki burada dostlar? İnsan niyə yaşlansın ki? Velotrek yolu adilini. Ay mənim TikTok, Instagram izləyicilərim, görürsüz də. Görürsüz də nələr baş verir həyatda. Buradan da biz sağa çıxmalıyıq. Yollara bax, avtoşkola deyə Qurana and olsun. Elə şu. Getdik. O Hollandlar da özü də bərk sürəndilər ha. Düzdür, Vasma uşaqlarına çatmazlar, amma yenə də bərk sürəndilər. Yəni bu boyda furanı, bu boyda vaqonu bu ancaq kətlərə Eliş Vasmoyski sala bilərdi daha dostlar. Hədsiz dərəcədə dar yollar idi. Sadəcə indi magistral da deyil, kəndarası yollara çıxmışıq. Bir dənə kəndarası yollara bax. Bir dənə buna bax. Bizdə Cəllabadda qırğındır. Xeyirdən xeyrə gedəndə görürəm də. Asfaltı var, amma Azərbaycan sayağıdır da. Özüm retarderdən işləmirəm dostlar. Biraz tormuza basıram ki, pritsepin tormuzları biraz işləsin. Sən ara gəlirsən. Deməli. Getdi. İncə, 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 incə. Qoşqumuz ağır da, sizə deyim. Ya Allah, mən hiss edirəm də ayağımın altında nəsə ağır gedir, yaman ağır gedir. Bir şey qalmayıb, avtobana çıxacaq indi dostlar. Yaşayış yerləri. Normalni yerlərdə yaşayırlar, normalni belə özlərinə baxırlar. Amma dünyanın hər bir yerinin axırı qara torpaqdır da, yəni. Boş şeydir həyat zat. Səsə baxır, retarderin səsinə. Tak, gələn var, gələn var. Bir dənə də Ateko gəlir, biz qaçdıq. Dincilimiz qalxmadı. Dincilin qalxmamağı lap məni şeylədi. Əslində o qalxmalı idi indi. Ola bu nədir? Bardurlara bu qədər millimetr qoymaq olar ha. Ofislər. Ofislər. Qaçır bax. Qaç qaqaş, qaç, düz eləyirsən. Bəlkə sən 80 yaşın var, baxanda məndən cavan görsən sən. Qaç, düz eləyirsən qaqaş. Nəysə dostlar, bildiyin itələmiş ya, bildiyin getirik. Hollandiyanın ən son nöqtəsi, yəni Avropa qitəsinin ən son nöqtəsindəyik. London buradan Bakıdan Ələtə qədər olan yol qədər məsafədədir. Qismətimizə, yəni alıcının qismətinə yaxşı maşın düşəndə dalınca qitələrə də belə gedirəm. Təki aldığımız maşın, aldığımız texnika məyus eləməsin, təkəri xeyriyə fırlansın. Deməli, buradan da bizə nə deyir bu? Krugdan da düz deyir də, düz keçəcək.
Bir dənə retarder, 2 dənə retarder. Scania'da bir şey yaxşıdır ki, retarderdə arxa tormozlar da yanır, stopları da. Digər maşınlarda yoxdur bu. Təmiz yavaşlıyor. Millimetrovkaya gedək. Var mısınız, yok musunuz? Ciddi. Ciddi. On 18 yarım rasxodla gəlmişdim dostlar, tək kəllə ilə. Ucu qalxır 19'u çatır. Yavaş yavaş. O Melnitsa deyirlər də, yumru fırlanamıyorum, kamera düşməz buradan. Suyu vurur sahələrə. Hər yer sudur. Rotterdamın tam qırağındayıq da, belə deyək. Rotterdam biraz bizim belə solumuzdadır, evlər görsənir hatta. Elə bir burada arxama yığılan maşınlar krugda mənə keçirlər. Onlar üçün, balacalar üçün addelini palasadır, orta ilə keçirlər. Bizim üçün belə sağla, ətrafla. Hər şeyin öz yeri var, belə deyək. Hər şeyin öz yeri var. Və dünya müharibəsində burada zərər görmüşdü dostlar. Bunlarda yenidən qurulma da çoxları, düzdür, qədim yerlər də var. Və mən bildiyim qədəri Niderlandın ordusu da yəni yaxşıdır. Belə deyək də, yəni digər Avropa ölkələrə baxanda güclü ordusu var bunların. Çünki qırıcı təyyarələri zadı hər dəfə belə burada olanda oxuyuram da bunların şeylərini. Maraqlı gəlir, gedəcəyim yerlərin belə tarixi və yaxud da ki gücü falan filan da. Hər dəfə baxıram, görürəm ki, normalni bunlarda şey var. Pexota zadı var. Avtobana çıxırıq, buradan sağa, yox, belə fırlanıb sola gedəcəyik biz. Aralanırıq. Okean arxamızda qalıb bizim. Arxada okeandır. Sizə dedim, çaylarınızı, kofelərinizi qoyun yanınıza. İndi mənim tır sürən qaqalarım mənə baxa-baxa nə qədər sigaret çəkdiniz? O da var, ha, şərt damısı. Adam yaşamaq istəyir. Mənim qardaşımın bir sözü var. Əslində bu qardaşımın sözüdür, yəni ümumiyyətlə. Hər kəsin həyatda istifadə elədiyi sözdür. Əsas da Azərbaycanda. Həyat bir dəfə verilir də. Niyə sarı qulaqlar yaşasın, biz yaşaya bilməyək? Bizim milli dəyərlərimiz təbii ki, bunlardan üstündür. Amma yaşayış məsələsinə qalanda, yəni baxırsan ki, müqayisə eləmirəm. Yəni Azərbaycan, Avropa, bizdə pluslar çoxdur. Aslında Avropada belə Tesla'ya 30 duracaqdıq. Arxamıza da kolon yığıldı. Deməli biz indi nəyə basırıq burada? Bunu basırıq. Ki maşın sürüşməsin. Tormuzu buraxanda. Dala getməsin. Yəni baxırsan ki, dostlar, normalni yaşayırlar da özləri üçün. Bizə qıraqdan bəlkə də dərdsiz, sərsiz həyat kimi gəlir bunlar, amma bunlar dərd sözü işlətmirlər də. Bunlarda problem, nə bilim nə, övladlarını sevəndilər bunlarda. Yəni, uşaq sevəndilər. Uşaqlara dövlət çox yaxşı baxır burada. Hər uşaq başı pullar da verilir aylıq. Haransa ağrıdı, insansan, sığorta ilə hər yerdə, klinikalarda sənə mütləq baxarlar. Özəl dövlət klinikaları burada da var, amma ikisi də eyni funksiyanı yerinə yetirir. Yəni dövlət özəldən fərqlənmir. Kimə hara yaxındırsa orada gedir. Özəli sadəcə pullu adam açır ki, klinikası olsun. Amma sistem olaraq eyni sistemdir. Zdravохранениyadır. Tormuzu buraxıram, maşın axmır da. Qazı basıram, gedirəm. Çünki orada knopkası var da, bastıq. O maşını dala axmağa qoymur, saxlayır, tutur təkərləri, ancaq qabağa. Amma 3-4 saniyə saxlayır da, sonra sən siqnal verir ki, bax, buraxıram ha, yəni.
Şöyle dostlar, avtobana birləşirik. 3 saat 53 dəqiqə sürüşümüz var. Taxoqrafımız kifayət eləyəcək bizə. Şəhərin kənarına avtoban keçir, amma Utrecht şəhərini görəcəyik. Den Haag şəhərini görəcəyik. Şəhərin içindən avtobanla gedəcəyik də, belə deyək. Ya tormuzumuz yaman ağır da, tormuzumuz yaman ağırdır. Yəni çox ağırdır tormuz. Dincilimiz də gəlir dalımızda, qalxmayıb. 4 dənə maşında dincili ola, qalxmıyor heç birisi. İndi ikisi qalxmalıdır da, arxa qabaq, qalxmayıb. Təkərlər göydə gedir. Heç nə, parkovkada dayanıb baxaram, görüm hələ bunu neynəmək olar. Niyə belədir? Bəlkə ABS-in şnurunu çıxardıb salaram. Amma ABS aşıbqa yazmır. Deyim ki, nəsə aşıbqa yazır, yox, yazmır. Burada sənə yer verib ki, sürətlənəsən. Biz sürətlənib palasamızı dəyişəcəyik. Bax, arxada maşın gəlir, düzdürmü? Onu buraxırıq, bir dənə sol yandırıq, heç kim bizim arxamıza keçməyəcək. Heç kim keçməyəcək. Bax, o gözləyir bizi, görsən. Tank getdik biz sola. Çünki o aydın da ona başa düşür ki, bunun palasası bitir. Zaten bu yol sağa gedir. O onu başa düşür və bizə yol verir. Bu günlərdən 3-cü gün, bəlkə də 4-cü gün, yox, 4-cü gün. Tır sürmə yasağı Hollandiyada yoxdur, Almaniyada yoxdur, yəni rahatlıqla gedib girə biləcək ölkəyə. Götürün komandiroviçini, maaşınızı alın, yığın yaya qədər. İndidən yaya bizim Happy Trucks'ın sponsoru olan, baş sponsoru olan Happy Travel'a müraciət eləyin. Sizin üçün gözəl bir tur hazırlasın dostlar Hollandiyaya. Gəlin yoldaşınızla, doğmavızla, gəlin bu gözəl yerləri görün. Bir həftə tamamilə hazır vəziyyətdə, çox rahat vəziyyətdə, beyniniz sakit vəziyyətdə qayıdın Azərbaycana və yenidən işlərinizi, gündəlik həyatınızı davam edin. Nə qədər dəyişildiyinizi hiss eləyəcəksiniz, nə qədər düzəldiyinizi və necə bu günləri mənim bu sözü doğru deməyimi hiss eləyəcəksiniz ki, həyat yalnız işləyib problem çəkməkdən ibarət deyil. Göz qırpımında hər hansı biriniz yox olsaz, bu günləri sizin çəkdiyiniz problemin bir əhəmiyyəti qalmayacaq. Bu günləri yaşadığımız bir stresin bir əhəmiyyəti qalmayacaq. Yüz ildən sonra vəbşə sizin çəkdiyiniz bu problemlər hamısı əhəmiyyətsiz olacaq. O yüzden dostlar, çox da ciddiyə almayın. Sizin olan sizin cəb tapacaq. Sizin olan sizi cəb tapacaq. Beyninizdə olan hansı ki planlar, həyatı fikirlər, məqsədlər, bir dənə qaydanı yadınızda saxlayın. Bunu heç yerdə nə eşidə bilərsiniz, nə görə bilərsiniz. Təbiətin vibrasiya qanunu var. Bax, bu qaydada. Sizin beyninizdə düşündüyünüz, tutaq ki, maşınımı dəyişəcəm və maşın alacam. Hər gün turbazda eyni maşının qiymətinə baxırsan. Amma sırf bir maşından söhbət gedir də, yəni məqsəddən söhbət gedir ki, mən bu maşını alacam, mən bu evi alacam, mən filan şeyə sahiblənəcəm. Bu qızı atasından ürək eləyib gedib istəyəcəm məsəl üçün. Beyninizdə o məqsədi qurun, vibrasiya qaydasından hər gün onu fikirləşin. Siz onu əldə eləyənə qədər siz o məqsədə yaxınlaşacaqsınız və enerji ilə, təbiətin enerjisi ilə həmən o sahiblənəcəyiniz həmən məqsəd də vibrasiya qanunu ilə sizə doğru yaxınlaşacaq. Bu qaydada mürəkkəblənib nə vaxtsa qovuşacaqsınız. Dediyimi yoxlayın dostlar. Məqsəd beyində yaranan fikirlərdən formalaşır. Bunu unutmayın. Yolumuzu davam eləyək.